Al mio caro Adelina, prima volta grande saluto te e per tutto vostro famiglia, anche vostro marito. Caro, io ricevuto vostro... Salam Adelina. Soruşursan necəyəm? Uşaqlar necədir? İşlərim yaxşıdır. Uşaqlar boya başa çatıb. Böyük oğlanlarım əskər gedib qayıdıb. Əskər sözünü yazanda ötən günləri xatırladım. Hə, yaxşı yadıma düşdü. Bakıdan gəliblər. Kino çəkmək istəyirlər. Gürcüstanın gənclik şəhəri Rustavidə hamı Tahir İsayevi əsl kommunist, qayğıkeş ailə başçısı, gözəl dost kimi tanıyır. O şəhərin ilk vətəndaşı, kocaman sakinidir. Özü Azərbaycandan, Qazax rayonunun Şıxlı kəndindəndir. Tahir İsrafiloğlu İsayev. Tahir ulduz adıdır. Onun qəlbi doğrudan da ulduz kimidir. Daim insanlara yaxşılıq niyyəti ilə döyünür. Mehribanlıq və səmimiyyət işığı saçır. Onun 7 uşağı var. 6-sına partizan dostlarının adını qoyub. Roma, Stanislav, əkizlər German, Ferman, qızları Rimma, İnna. Əskər geyimi həmişə Tahirə gənclik illərini xatırlanır. Müharibəyə gedəndə onun 18 yaşı vardı. Şimali Qafqazda vuruşmuşdu. Alman dilini yaxşı bilirdi. Kəşfiyyatçı idi. Tahir İsayev tez-tez partizan dostu Gogi Nasaradze ilə gedir. Dostunun ev muzeyi hər dəfə onun qəlbində neçə-neçə həzin xatirə oyadır. Bir dəfə düşmən arxasında ağır yaralanmış Tahir əsir düşdü. Birazca özünə gələn kimi, güllə yağışı altında qaçıb, hara getdiyini bilmədiyi bir qatara mindi. Qatar onu Milan yaxınlığındakı Bergamo şəhərinə gətirdi. Özü xatırlayır ki, 1943-cü ilin oktyabr ayının 22-sində mən düşdüm İtalya. İtalyada Adelina ilə tanış oldum. Adelina Maurizo, taqətdən düşmüş, ac, yorğun Tahiri, partizan qardaşını yanına, dağlara apardı. Tahir İsayev, Fiamma Verdi Beynəlmiləl Partizan Briqadasında İtalyanlar, Fransızlar, İngilislər və Ruslarla çiyin-çiyinə vuruşdu. Sovet əskərlərinə Partizano Russo deyirdilər. Onlara İtalyan adları qoyurdular. Onda Tahirə də Serafino adı verdilər. Tenento Serafino dəstədə cəsurluğu, mərdliyi və beynəlmiləlçiliyi ilə seçilirdi. Döyüş meydanlarından elə igid oğullar qayıtmadı ki, onları xatırlayanda kövrəlməmək olmur. Heç nə unudulmayıb, heç kəs yaddan çıxmayıb. Məşhur Milan üsyanı günlərində Tahirgilin briqadası Bergamo şəhərindən faşistləri qovdu. Bu tarixi gündə Leytinant Serafino İtalya Komünist Partiyasına qəbul edildi. İtalya qəhrəmanı tez-tez pionerlərlə görüşür.
Bugün o, 1 May Beynəlmilal Pioner dəstəsinə 1 May adlı İtaliya antifaşist dəstəsindən danışır. İtaliya partizanlarının milli cəmiyyəti Serafinonu, Tahir İsayevi Milan və Bergamo şəhərlərinə dəvət elədi. Ötən günlər yada düşdü. Sevincdən gözləri yaşarmış dostlar donub qaldılar. Bu görüşləri yazmaq üçün söz tapmaq çətindir. Mi seppellirai lassù in montagna. Oh bella ciao, bella ciao, bella ciao, 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 mi seppellirai. Qaydanda Tahir İsayevin sinəsini Sovet ordenləri ilə yanaşı 7 İtaliya ordeni bəzədi. Fiamma Verde adlı brigadanın partizan şöhrəti nişanı, yaşıl alov. Antonio Gramsci ordeni. Garibaldi ulduzu. Bu ordeni İtaliya Komünist Partiyasının baş katibi Luigi Longo yoldaş lap bu yaxınlarda Rustaviyə göndərib. Böyük Vətən müharibəsində həlak olmuş silah yoldaşlarının xatirəsini yad eləmək üçün Qafqazda yaşayan müharibə veteranları hər il mayın 9-unda Tbilisiyə toplaşırlar. Təntənəli mərasim Vladimir İlyich Leninin abidəsi önünə əklil qoymaqla başlanır. Əskər qəbristanlığı. Burada hər şey sükuta qərq olub. Qəbirlər də, çiçəklər də. Uzaq ölkədə dəfn olunmuş həmyerlilərini yad eləyən Tahir İsayev də, Gogi Nasaradze də. Vaxtilə İtaliyada, Fransada, Yugoslaviyada, Ukraynada, Belarusiya meşələrində vuruşmuş partizanlar axşam Tbilisidəki partizan meşəsinə gəlirlər. Serafino onun döyüş adı idi. Amma doğma vətənində o yenə də Tahirdir. Ağır döyüş illərində əlindəki avtomatla düşmən başına od yağdıran Tahir indi qaynaqçıdır. İndi onun ovcundan sevinç qığılcımları axır. Güllələr susub. İndi söz halal zəhmətindir.